Təxmini 1 ay 15 gündür ki, Samiranın telefonunu ondan almışdım. Sosyal medya, Instagram, TikTok, WhatsApp'ını silmişdim, hər şey yəni. Telefonu əlinə almışdım, sıfırlamışdım telefonu. Elə bir telefon fındıq sındıran istifadə edir. Ondan aldım, ona bəzi bunu. Çünki cəzalı idim. Məni əsəbləşdirmişdi, çox pis əsəbləşdirmişdi. Bugün telefonunu geri verdim. Çünki maşallah dediyi sözü tutdu. Həqiqətən səhvini anladığı üçün WhatsApp-ını yükləməsinə, Instagram-ı falan yükləməsinə icazə verdim. İnşallah bir daha məni belə əsəbləşdirməz. Çünki mən ona həmişə deyirəm, bu həyatda hər şey qarşılıqlıdır. Yaxşı olarsansa, yaxşı şeylər görərsən. Pis olarsansa, pis şeylər görərsən. Mənə verdiyi sözü tutdu. Mən də ona verdiyim sözü tutdum. İşte həm ana, həm ata olmaq belə bir şeydir. Limiti qorumalısan. Öpüyorum.